Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 8-ci sinif Azərbaycan dili dərsliyindən Yaxşılıq itmir mətnini işləyirik səhifə 18-də. Diqqətli olağın, buna aid gözəl tapşırıqlar verilib aşağıda. Qəşəng, maraqlı tapşırıqlardır. Gəlin tapşırıqları etmək üçün ilk öncə nə edin? Mətni oxuyaq. 19-cu əsrin ortalarında Qazaxda Günəmuz fəhlə işləyən Məmmədli ağır zəhməti hesabına əlinə yaxşı maya alır. Nə deməkdir? Günəmuz, yəni hər gün işləyir, gündəlik də pulunu alır. Bu şəkildə, yəni Günəmuz hər gün işləyir və gündəlik pulunu alan insan da əlinə yaxşı maya salır, yəni pul yığır ki, bir iş görsün. Bu zəhmətkeş insan özünə 17 otaqlı bir imarət tikdirir. Əsrimizin əvvəllərində doğma yurduna qayıtmaq istəyən Məmmədəli evini hərraca qoyur. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala bilməzdi. Deməli, pulunu yığır, əsrin əvvəllərində doğma yurduna qayıtmaq istəyi ilə, nə məqsədlə evini satır? Doğma yurduna qayıtmaq istəyi ilə Məmmədəli evini hərraca qoyur. Yəni, kim daha çox pul verərsə ona satmaq məqsədi ilə hərraca qoyur. Sözsüz ki, hər bir kişi belə əzəmətli mülk ala bilməzdi. Yəni, hər kəsdə bu qədər pul olmazdı. Gözəl görürsünüz ki, mülk necədir, şəkildə də görülübdür. Qazaxda 2 pullu qızıllı kişi var idi. 2 pullu qızıllı kişi vardı. Bir Məmmədəlinin mülkünü almaq istəyən, deməli, 2 insan vardı. Müştəri düşür. O, Qıraq Kəsəməndən, Qıraq Kəsəmən kəndin adı, Qıraq Kəsəməndən İsrafil ağadır. Qıraq Kəsəmən Qazaxın kəndidir. Qıraq Kəsəməndən İsrafil ağa olur, bir də Kosalardan Məşədi İbrahim olur ki, bunlar istəyirdilər ki, yəni onun evini alsınlar. Onun da deyək ki, İsrafil ağa öz dövrünün böyük xeyriyyətçisi idi. İsrafil ağa kimdir? Bu evi almaq istəyən 2 insandan biridir ki, bu İsrafil ağa ki, Qıraq Kəsəməndəndir. Bu İsrafil ağa deməli xeyriyyətçi idi. Xeyriyyətçiliklə məşğul olurdu. Şahidlər, mülk sahibi və alıcılar bir yerə yığılıb binaya qiymət qoyurlar. Əvvəlcə İsrafil ağa 100 qızıl verir, mülk sahibi başını bulayır. Yəni 100 qızıla deməli razı olmur. 100 qızıl verir, o 100 qızıla razı olmur. Məşədi İbrahim 150 qızıl təklif edir. İsrafil ağa isə 200 təklif edir. Hərrac budur. Yəni get-gedə qiyməti qaldırırlar. Mülk sahibi yenə razılaşmır ki, 200-ə bu evi verə bilmərəm. Nə isə məzənnə belə-belə qalxır. Məşədi İbrahim 500 qızıl deyir. Deyib dayanır. İsrafil ağa dinlənmir. Ağanın və mülk sahibinin deməli 500 qızıl deyir Məşədi İbrahim. İsrafil ağa deyir, dinlənmir. Ağanın və deməli mülk sahibinin sustuğunu görən Məşədi görür ki, da ev sahibi susubdur. Yəni susmaq nə deməkdir? Razılaşır da, yəni 500 qızıla. Məşədi İbrahim oğlu Müseybi yanına çağırıb deyir. Deməli, İsrafil ağa da burada dinlənmir də. Artıq onda 500 qızıl olmadığına görə dayanır. Bala, zəhmət olmasa qaç evə, anana de ki, gönün arasında. Gön nədir? Dəridir. Dərinin arasında deyir. Nə qədər qızıl varsa versin, götür, gəl. Qızıllar gələnə qədər deməli heyətdən səs çıxmır. Heyət nədir? Yəni ora yığılan kollektivdən səs çıxmır. Səs səmir çıxmır. İsrafil ağa inanmırmış ki, Məşədi deməli İbrahimdə bu qədər qızıl olsun. İsrafil ağa yəni o da imkanlıdır. Məşədi Məhəmməd də İbrahim də imkanlıdır. Amma İsrafil ağa inanmırmış ki, bu qədər qızıl onda olsun. Müseybin gətirdiyi qızılları görən İsrafil ağa neynir? Xeyir dua verir. Deyir ki, məndən keçdi. Allah xeyir versin Məşədi İbrahim və evi kim alır? Məşədi İbrahim alır. Sağlıqla yaşayasan deyir. Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləndə səxavətli, xeyirxah, niyyətli Məşədi İbrahim, bunlar xeyriyyətçidirlər. Yəni İsrafil ağa da, Məşədi İbrahim də öz şəxsi mülkünü seminariya direktoru Firidun bəy Köçərliyə verir. Baxın, buradan bir söz də öyrənirsiniz, bir bilikdə öyrənirsiniz ki, Qori seminariyasının
deməli, direktoru kim olubdu? Firidun bəy Köçərli olubdu. Yəni Qazaxa köçürüləndə, Qazaxda kim olub? Firidun bəy Köçərli olubdu. Deməli, verdi kimə? Firidun bəy Köçərliyə. Xeyriyyətçi insan idi. Məşədi İbrahim öz şəxsi mülkünü, həmən aldığı bu şəxsi mülkü verdi Firidun bəy Köçərliyə. Və deməli, bağışlayır. Bu səbəbsiz deyildi. Yəni bir səbəbi vardı. Bağışlamağı elə belə bağışlamamışdı. 1914-cü ildə hər tərəfli maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim, görürsünüz, maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim oğlu Müseybi Qoriya aparıb seminariya qəbul etdirir. Deməli, öz oğlunu hara aparır? Qoriya aparır və seminariya qəbul etdirir. İlk dəfə görüşüb, tanış olduğu Firidun bəy Köçərli ilə dostluğun deməli binasını qoyur. Dostluğun binasını qoymaq nə deməkdir? Yəni, tikinti binadan getmir, dostluğun əsasını qoyur, dost olurlar. Dostluğun əsasını oradan qoyurlar. Təəssüf ki, ipə sapa yatmayan, dəliqanlı gənc Müseyib il yarım oxuduqdan sonra seminariyanı atır. Çünki oxumaq istəmir də və atıb neyniyir? Təzdən Qazaxa qayıdır. Vaxtını kürdə balıq tutmaqla, çöldə dovşan ovunda müxtəlif əyləncələrlə keçirdir. Və Məşədi İbrahim isə oğlunun bu deməli bivic hərəkətlərinə, yəni dərsə biganə yaraşdığı hərəkətlərə, o çöldə yəni balıq tutub dovşan ovlamağına da baxıb yanıb yaxılırmış ki, o Qazaxdan və onun kəndlərindən bir neçə kasıb kimsəsiz uşağa maddi cəhətdən kömək edib Qori seminariyasına oxumağa göndərir. Oğlundan bir şey çıxmayacağını görən Məşədi İbrahim deməli kimsəsizləri oxutmaqla təsəlli tapır. Yəni öz oğlu oxumur, amma demir də filan kəsin uşağı niyə oxudu. Görür ki, oxumaq həvəsi olan uşaqları oxutmaqla deməli özündə bir təsəlli tapır. Çünki istəyirdi ki, uşaqlar oxusun. Yaxşı, bunu oxuduq. Gəlin indi bunun çalışmaları üzərində işləyək. İlk çalışma başda verilib bizə. Orfoepiya verilibdir, orfoqrafiya verilibdir. Burada bizdən nə istəyirdi? Düzgün tələffüzü yazın. Mənə elə gəlir ki, mətni hər kəs başa düşdü. Mətni xırdalıqla oxudum. Çünki oxuyub başa düşməyən uşaqlar olur. Oxuyurlar, deyirlər, mənim orada qatma qarışıq oldu, anlamıram. Ona görə hər bir mətni oxuyub sizə aydınlaşdırmağa çalışıram. Mənə elə gəlir ki, başa düşdünüz. Burada yəni bir kişi olur, Məmməd Əli deməli pulunu işləyir, pulunu yığır, bir dənə 17 otaqlı bir imarət tikdirir. Sonra öz doğma torpağına qayıtmaq məqsədilə, ata yurduna qayıtmaq məqsədilə neynir? Evini satır Məmməd Əli və hərraca qoyur. Bahalı olduğu üçün 2 nəfər, bir İsrafil ağa, bir də Məhəmməd İbrahim adlı 2 nəfər gəlirlər, evi almaq istəyirlər və onlar da bir-birindən yüksək pullar təklif edirlər. 100 manat, 100 qızıldan başlayıb 500 qızıla qədər gəlirlər. Nəhayət Məşədi İbrahim nəhayət bu evi almaq qərarına gəlir və Məşədi İbrahimin aldığı bu ev deməli öz aldığı evi Firidun bəy Köçərliyə hədiyyə eləyir. Niyə görə? Çünki Firidun bəy Köçərli Qazaxda Qori seminariyasının direktoru idi və istəyir ki, uşaqlar orada oxusun. Həmən evi Qori seminariyası üçün hədiyyə eləyir və öz oğlu Müseybi də gətirir ora yazdırır. Amma öz oğlu bivec olur, oxumur, təhsilə biganə yanaşır, qayıdır, gedir balıq tutur, dovşan ovluyur. Məşədi İbrahim də neyniyir? Yəni ki, bu oğlunun oxumamağını, digər uşaqları oxumaq həvəsi olan uşaqları oxutmaqla təsəlli tapır. Yəni xeyriyyətçi idi. İndi başda bizə verilib orfoqrafiya və dedik ki, deməli bitişik yoxsa ayrı yazılan sözlər istəyir. Düzgün tələffüzü yazın. Təəssüf sözündə biz nəyə baxırıq? Baxırıq ki, təəssüf sözündə 2 dənə əmiz var, 2 dənə sığımız var. Düzdür? Biz təəssüf sözündə ənin birini yazacağıq, ondan sonra 2 nöqtə qoyub uzatma və təəssüf. Bu şəkildə sözü olduğu kimi qeyd eləyəcək. Şöbə sözündə şöbə, şöbədən sonra ödən sonra uzanma işarəsi qoyacaq və şöbə kimi gedəcək. Dövr sözü də olduğu kimi qalır və olduğu kimi də yazılacaq. Yadınızda qalsın. Bitişik yoxsa ayrı yazılır. Mötərizədəki sözlərin bitişik defislə yoxsa ayrı yazılmalıdır. Mətndə deməli verilən sözləri götürəcəyik. Baxırıq mətndə mötərizədə verilən sözlər var. Biz o sözləri tapırıq. Baxın, burada belə bir söz verilib. Belə-belə. Belə-belə sözü necə işlənəcək? Təbii ki, defislə işlənən sözdür. Belə-belə. Daha sonra verilib də hansı söz var burada?
Nə qədər sözü var, nə qədər sözü ayrı yazılır, nə defisi var, nə bir şey, nə qədər ayrı yazılan sözdür. Daha sonra səs-səmir, səs-səmir bilirik ki, defislə yazılacaq. Səs-səmir bir-birindən səmir deyilən söz ayrılıqda işlənə bilmədiyi üçün, yəni səs-səmir ayrılıqda yazıla bilməyən söz kimi götürülür. Xeyir-dua, xeyir-dua, yəni ayrı yazılacaq, defislə yazılan sözdür. Xeyir-dua verdim. Hər tərəfli ayrı yazılan sözdür, heç bir defisi yoxdur. İl yarım ayrı yazılan sözdür, heç bir defisi yoxdur. Bitişikdə yazılmır. Bu qədər. Sözlərimizi dedik. Mən ümidvaram ki, bunları qeyd eləyə bildiniz. Daha sonra keçirik tapşırıqlara. Bu da deməli Qazaxda Qori seminariyası həmən o hara getdi? Deməli, həmən Qori seminariyasıdır. Hansı ki, həmən o 7 otaqlı deyilən, yuxarıda yəqin bir 7-də, aşağıda da bir 7 otaqdan ibarət olan böyük bir imarətdir ki, tikdirib. Baxaq burada 7 deyil də 17 otaqlı, 17 otaqlıdır, bağışlayın. 17 otaqlı bir imarətdir ki, tikdiribdir və bunu deməli Məmməd Əli tikdirir və evini satır. Deməli, xeyriyyəçi bir insan evini alır, İbrahim və həmən o dediyimiz, danışdığımız imarətdir bura. Keçdik tapşırıqlarımıza, diqqətli oluruq. Əsər, yəni, bildik ki, yazılıb burada, deməli, Şamistan Nəzirlinin Qoridən gələn Qatar adlı sənətli povestindən götürülmüş bir mətindir, povestdən götürülüb. Deməli, Məşədi İbrahim öz şəxsi mülkünü nə üçün seminariyaya bağışlayır? Məşədi İbrahim oğlunun hərəkətinə münasibət bildirin. Bunları birbaşa belə dəftərdə yazmayın, tapşırıq yazıb cavabını yazmayın. Qəşəng sualı köçürdün, ondan sonra da cavabını yaşıl göyrüçqalarla işləyin. Ya sualı, ya da cavabı yaşılla qeyd eləyin. Məşədi İbrahim öz şəxsi mülkünü nə üçün deməli seminariyaya bağışlayır? Məşədi İbrahim oğlunun hərəkətinə münasibət bildirir. Nə üçün bağışlayır? Çünki onun oğlu oxumadı. O istəyir ki, oğlu oxumadı, yox. O onu bağışlayır ki, oxumaq istəyən şəxsi mülkünü bağışlayır ki, oxumaq istəyən bir çox insanlar var və onlar oxusunlar, təhsil alsınlar. O məqsədlə bağışlayır. Və oğlu Müseybi də gətirib ilk olaraq bu məktəbə yazdırır ki, oxusun. Sadəcə oğlu oxumadığı üçün onun deməli oğluna münasibətini bildirin deyir. Oğluna münasibət odur ki, yəni onun oğluna qarşı münasibəti mənfi olur. Fikirləşir ki, oxumur, bivecə oğlandır. Yəni bunu mən deməklə deyil, gərək oxumaq insanın öz qanında, canında olsun. Ona görə də oğluna yəni heç bir yaxşı tərəfdə münasibət bəsləmir də, oxumamağına görə. Yaxşı tərəfdə münasibət bəsləmir, təsəllini də digər uşaqları oxutmaqda tapır. Daha sonra sizcə mətndə deməli, sizcə mətnə verilən ad məzmuna uyğundurmu? Fikrinizi nə ilə əsaslandırırsınız? Siz mətnə hansı adı verərdiniz? Yaxşılıq itmir. Bəli, uyğun gəlir. Çünki axırda o yaxşılıq eləyir, verir və yaxşılıq da digər uşaqları oxutdurur. Təbii ki, o yaxşılıq onun özünə qayıdıb gələcək. Mətnə verilən ad düzgündür. Və yaxud buna ikinci bir ad versəydim ikinci bir ad verərdim ki, deməli, Məşədi İbrahimin xeyirxahlığı, xeyriyyəçi Məşədi İbrahim, bu şəkildə təhsilə önəm verən Məşədi İbrahim, bu şəkildə adlar verə bilərdim. Mətndən çıxan əsas fikri müəyyən edin. Sizcə ideyanın hansı abzası əsasən müəyyənləşdirmək olar? Mətnlə bağlı fikirlərin, deməli, mətndən çıxan əsas fikri müəyyən edirik ki, deməli, elmə təhsilə Məşədi İbrahimin, deməli, xeyriyyəçi insan elmə təhsilə verdiyi dəyər bu şəkildə götürə bilərəm. Xeyriyyəçi insanın, deməli, verdiyi dəyər bu şəkildə götürə bilərik. Daha sonra buradan hansı abzasdan götürə bilərik? Götürə bilərik. Baxın, sonuncu abzası götürürük ki, buradan çıxardırıq.
öz oğlunun BVH hərəkətlərinə yanıb yaxılırmış, yəni pis olurmuş və Qazaxdan da onun kəndlərindən bir neçə kasıb kimsəsiz maddi cəhətdən kömək edib Qori seminariyasında oxumağa göndərir özü və oğlunun da bir şey çıxmayacağını görən Məşədi İbrahim kimsəsizləri oxutmaqla təsəlli tapır. Deməli, oxumağı, öz xeyriyyəçiliyini təhsilə həsr etməkdə görən insan bu şəkildə də yəni ideyanı çıxarda bilərik ki, xeyriyyəçiliyini təhsildə həsr etməkdə görən insan, təhsilə önəm verən insan, təhsili üstün tutan insan, yəni bu şəkildə ideya bu çıxır. İdeya öz deməli qazancını təhsilə qoyan insan. Bu şəkildə yəni mətnə ideyalar verə bilərik. Mətnlə bağlı fikirlərdən düzgün olanını seçin deyir. Baxaq, mətn nəqildir. Təbii ki, görürük ki, nəqli yolla yazılıb, mətn nəqildir. Bir düz cavabımızda. Mətndəki fikirlərdən, mətndə faktlardan istifadə edilməmişdir. Bu səhv fikirdir. Necə yəni edilməmişdir? Görürük, axı burada faktlar var. 1914-cü ildə maddi imkanı olan tarix var. Deməli, burada təbii ki, fakt var. Mətndə təsvirlərdən geniş istifadə olunmuşdur. Xeyr, mətndə təsvirlərdən istifadə olunmur, amma geniş şəkildə istifadə olunmuşdur. Sözü düzgün deyil. Mətndə konkret faktlardan istifadə edilmişdir. Bəli, konkret faktlardan istifadə edilmişdir. 4-ü də götürə bilərik. Konkret faktlar var burada. Yəni deyir ki, 1914-cü ildə hər tərəfli maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim oğlum Müseybi Qoriyə aparıb seminariyaya qəbul etdirir. Deməli, 14-cü ildə oğlunu Qoriyə yazdırır. Bunu fakt kimi götürə bilərik. Mətndə nitq etiketlərindən də istifadə edilmişdir. Bəli, nitq etiketlərindən də istifadə edilmişdir. Mətndə düzgün fikirdir. Mətndəki abzaslar arasında əlaqə gözlənilməmişdir. Tamamilə səhvdir. Abzaslar arasında əlaqə gözlənilmişdir. Deməli, düzgün cavabımız olacaq 1, 4, 5. Ümumiyyətlə testi işləyəndə hansı sual arasında çətinlik çəkirsinizsə, suallar arasında çətinlikdə qalırsınızsa ki, bu cavabda ola bilərdi, olmadı və yaxud bu cavabda olmalıdır məncə. Bilirsiniz ki, mətn nəqlidir. Dəqiq şəkildə bilirsiniz, bilirik. Mətn nəqlidir. Biri saxlayırıq. Mətndə faktlardan istifadə edilməmişdir deyir. Testlə işləmə qaydasını sizə göstərim. İstifadə edilməmişdir deyir. Bilirik axı edilib. Deməli 2. 2 olanları əliyirik. Cavablardan çıxardırıq. Görürsünüz, artıq 5 cavabı yox, 2 cavab arasında qaldıq. Mətndə təsvirlərdən geniş istifadə olunmuşdur. Qalmısınız, bilmirsiniz, bunu götürəsiniz, götürməyəsiniz, ona görə 3-ə əl vurmursınuz. Mətndə konkret faktlardan istifadə edilmişdir. Dəqiq şəkildə bilirsiniz ki, konkret faktlardan istifadə edilib, çünki burada tarix görürsünüz. Mətndə nitq etiketlərindən istifadə edilmişdir, edilməmişdir. Yenə qalmısınız belə. Mətndə abzaslar arasında əlaqə gözlənilməmişdir. Bilirsiniz ki, abzaslar arasında əlaqə 3-4 abzası varsa, yəni bunun heç olmasa ikisində, üçündə gözlənilmə var da, hamısında əlaqə gözlənilməmiş ola bilməz. Odur ki, altını da deməli gözlənilməmişdir fikri kimi qəbul eləyirsə, bunu da silirsiniz. Siləndən sonra görürsünüz ki, düzgün cavab çıxdı. 1, 4, 5. Yəni bu şəkildə burada qalır ki, nitq etiketlərindən istifadə edilməmişdir. Təbii ki, edilmişdir. Yəni bu şəkildə diqqətli olursunuz və sualları əliyə tapırsınız. Nitq etiketlər deyən deyərsiniz, harda var müəllim? Məsələn, bala zəhmət olmasa, qaç evə anan bas, zəhmət olmasa burada nitq etiketidir. Yadınızda qalsın. Sonra keçirik növbəti testimizə, növbəti sualımıza. Nə deyir orada? Hikmətli sözlərdən hansı mətnin məzmununa uyğundur? Hikmətli sözlərdən hansı mətnin məzmununa uyğundur? Deyir, çalış öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara. Nizami Gəncəvidən gözəl kəlamdır. Baxın, öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara. Təbii ki, bunu götürə bilərik. Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bu fikir daha uyğun gəlir bizdə. Çünki xalqının, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Yəni, hər bir insan öz taleyini, yəni xalqın taleyini düşünməlidir. Hər bir insan hər hansı bir əməli etdikdə xalqının taleyini düşünməlidir.
bilir. Ona görə də bu fikri deməli mətnə daha uyğun hesab edirəm. Çünki hər bir insanın borcudur ki, etdiyi əməldə, etdiyi bir məsələn hansısa bir işdə fikirləşsin ki, mənim bir xeyrim dəyə bilərmi? Məsələn, mən bu videoları çəkirəm, fikirləşirəm ki, sizlərə xeyrim dəyə bilər. Ona görə də vətənin, taleyin, xalqı hər bir insanın taleyinə çevrilməlidir. Amma çalış öz xalqının işinə yara, geysin əmənlə dünya zərxala, təbii ki, bunu da götürə bilərik. Bu da uyğun gəlir. Yəni, burada da çalışıb öz vətəninin xeyrinə yaramalısan. Tam uyğun, dolğun cavab istədiyinə görə biz beybəndini burada götürürük. Elmi olan, gücü olar. Bunun yəni mətndə elmdən söhbət getsə də əlaqəsi yoxdur. Hər bir iş yalnız başlanğıcda çətin görünür. Bunun da heç bir əlaqəsi yoxdur. Xoşbəxtliyin yolu sevgi və insanlara hörmətdən keçir. Tamamilə ayrı bir mövzudur. Deməli, cavabımız B bəndi. Daha sonra mətnin abzazları düzgün ayrılıb ayrılmadığı barədə bir fikir mübadiləsi yürüdün. Mətn bütün abzasları düzgündür demək olar. Hamısı düzgün ayrılıb. Sadəcə olaraq burada bir abzas var ki, bu deməli fikir var ki, bu abzasdan yazılmalıydı. Əsrimizin əvvəllərində doğma yurduna qayıtmaq istəyən Məmmədəli evini hərraca qoyur. Məsələn, bu burada fikir bitdi. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala bilməzdi. Bunu bir yeni abzasdan başlamalıyıq artıq, çünki o hərraca qoydu, evin alınması, deməli, alınması artıq yeni bir fikir kimi götürülür və sözsüz ki, bu buradan keçməli idi yeni bir abzasa. Digər abzaslar hamısı bir-biri ilə uyğundur. Mətndən faktları seçib onların fakt olduğunu əsaslandırın. Mətndə təbii ki, bir yağ dedim, baxın, burada var, bayaq da göstərdim sizə. 1914-cü ildə bilirik ki, deməli, bu bir faktdır. Oğlunu gətirib Qori seminariyasına yazdırır bir faktdır. Daha sonra siz cümləni olduğu kimi uzun uzadı yazmayın. 1914-cü ildə Məşədi İbrahim oğlu Müseybi Qori seminariyasına deməli yazdırır. Bu şəkildə yaza bilərsiniz. Daha sonra fakt kimi burada nə var? Fakt kimi deməli, fakt kimi bu var ki, baxın, burada yenə bir yadıma düşdü. Nə vardı? Deməli, faktdır ki, Qori seminariyası Azərbaycan şöbəsi Qazaxa köçürülübdür. Bu bir faktdır. Bir faktdır ki, bu deməli, həmən seminariyanın direktoru Firidun bəy Köçərli olubdur. Bunun özü də bir faktdır. Yəni, bunları fakt kimi qeyd edirik. Məlum məsələdir ki, o deməli, bir faktdır bunlar. Daha sonra keçirik növbəti bir suala. Mətndən hamısı suala cavab yoxdur. Mülk sahibi nə üçün asanlıqla evini satmağa çalışır? Təbii ki, yuxarıda qeyd olunubdur. Niyə görə satmaq istəyirdi? Çünki deməli, öz yurduna qayıtmaq istəyir. Baxın, burada göstərmişdi. Öz doğma yurduna qayıtmaq istəyən Məmmədəli deməli, mülkü satmaq qərarına gəlir. Daha sonra Məmmədəli nə üçün mülkünü Firidun bəy Köçərliyə bağışlayır? Məmmədəli nə üçün mülkünü Firidun bəy Köçərliyə bağışlayır? Məmmədəli bağışlamır Firidun bəy Köçərliyə. Məşədi İbrahim öz şəxsi mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Məmmədəli bağışlamır. Bu səhv cavabdır. Hansı suala cavab yoxdur? Bu suala cavab yoxdur. Çünki Məmmədəli bağışlamır. Məşədi İbrahim kimsəsizləri oxutmaqda məqsədi nə idi? Çünki öz oğlunun oxumadığını gördü və başqalarını oxutmaqla təsəlli tapdı və fikirləşdi ki, kiməsə xeyri dəysin. Ona görə digərlərini oxudur. Firidun bəy Köçərli nə üçün seminariya üçün Məşədi İbrahimin mülkünü uyğun görür. Əslində Firidun bəy Köçərli Məşədi bəy İbrahim üçün evi uyğun görmür. Firidun bəy Köçərlinin ümumiyyətlə, yəni o evi özü uyğun görmür axı. Qoyun bir baxın burada. İbrahim deyir ki, sağlıqla yaşa. Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləndə səxavətli xeyirxah Məşədi İbrahim öz şəxsi mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlar. Bu səbəbsiz deyildi. Burada deməli, İki sualın demək olar ki, cavabı yoxdur. Hansı suala cavab yoxdur? Baxın, Məmmədəli nə üçün mülkünü Firidun bəy Köçərliyə bağışlayır? Məmmədəli bağışlamır dedik. Bunu Məşədi İbrahim bağışlayır. Məşədi İbrahim bağışlayır. Sonra bir də ki, burada baxın, Firidun bəy Köçərli nə üçün seminariyanı Məşədi İbrahimin mülkünü uyğun görür? Onu o görmür. Burada iki sualın cavabı yoxdur. D-nin, B-nin uyğun görmür. Çünki deməli Firidun bəy Köçərli özü istəmir o evi. Onu Məşədi İbrahim özü bağışlayır. Yəni Firidun bəy Köçərli o evi uyğun görmür. Onu o bağışlayır və o da həmən evdə deməli
Qori seminariyasını yaradır. Hüseyn nə üçün seminariyada təhsilinə davam etdirmir? Çünki oxumaq fikri yox idi, oxumağı sevmirdi və balıq tutmağa və digər dovşan ovlamağa həvəsi var idi. Ona görə də oxumağa həvəsi olmadığı üçün təhsilinə davam etdirmir. Burada ola bilər ki, uşaqlar bir cavab götürsün, amma burada iki cavabımız yoxdur. Məhəmməd Əlinin yerinə Məhəmməd Əli, Məşəd İbrahim olmalı idi. Firidun bəy özü də evi deməli özü istəmir, ona Məşədi deməli Məşədi İbrahim özü uyğun görür evi ona verməyə. İki sualımızın cavabı yoxdur. Daha sonra növbəti suala baxırıq. Necə düşünürsünüz? İnsan mütləq ali təhsil almalıdırmı? Fikrinizi necə əsaslandırırsınız? Təbii ki, bu hər bir insanın şəxsi fikri olacaq. Mən düşünürəm ki, təbii ki, insan ali təhsil almalıdır. Ən əsası da qız uşaqları. Çünki gələcəkdə heç kəsə möhtac olmamalıdırlar. İnsanın ən azından bir parça deməli, çörək qazanmaq üçün diplomu olmalıdır. Amma indi fikrinizi əsaslandırın deyir. Bu şəkildə fikrimi əsaslandırıram. Amma elə də ola bilər ki, oxumağa həvəsi olmayan insanlar, yəni oxumağa vaxt itkisi, mən onu vaxt itkisi kimi götürərəm. Çünki oxumağa həvəsi yoxdursa, o tam şəkildə özünü və yaxud qavraya bilmir də, qavraması çox zəifdir, oxuya bilmir, yadda saxlaya bilmir, oxumaq həvəsi var, amma oxuya bilmir, qavraya bilmir. Həvəs olan yerdə təbii ki, onları qavrayacaq, oxuyacaq. Üzr istəyirəm. Üzr istəyirəm. Amma ki, oxuya bilməyən insanlar ki var, onlar deməli, təbii ki, peşə məktəblərinə yönələ bilərlər. Sənətkarın özü bir sənətkar ola bilərlər. Sənətkarlar bilirik ki, yaxşı pul qazanır, yaxşı maddi imkanlar olur. Heç də yaxşı sənətkar olmaq, yaxşı deməli, oxuyan insandan geri qalmır. Məsələn, yaxşı deməli, saç kəsən bərbər ola bilər, yaxşı dərsi ola bilər, yaxşı aşpaz ola bilər, yaxşı kulinar ola bilər, sənətlərə yönələ bilərlər. Amma nə olur olsun, istəyir sənətkar olsun, istəyir təhsilə yönəlin. Hər bir halda mütləq və mütləq bunu önəmli bilirəm ki, insan öz işini sevməlidir. Amma mütləq ali təhsil almalıdır fikri ilə tam şəkildə razılaşa bilmərəm. Amma bu şəkildə də razılaşmıram ki, ali təhsil almayıb, orta məktəbi bitirən kimi ailə quran qızlarımız var. Mən bunlarla da qətiyyən razı deyiləm. Yəni, ortada gəncliyi itirirlər. Odur ki, ali təhsil almasa da ola bilər ki, gözəl, məsələn, birinci il getdi, girmədisə, ikinci il artıq gedə bilər, yenə də gedə bilər. Amma ortada oxumağa o həvəsi yarada bilmirsə, təbii ki, peşə məktəblərinə yönələ bilər. Bu dəqiqə peşə məktəblərində də gözəl şərait yaradılıb uşaqlar üçün və kolleclərə yönələ bilər. Yenə təhsili davam etdirmək istəmirsə, hər hansı bir kurs keçib bir sənətkar ola bilər. Gözəl aşpaz ola bilər, dülgər ola bilər. Oğlanlarımız məsələn rəngsaz ola bilər, ev işlərinə, ev tikintilərinə yönələ bilər. Bu şəkildə. Sonra tünd şriflə verilmiş sözlərin əvvəlinə onları ümumiləşdirən söz əlavə edin deyir. Onları ümumiləşdirən söz. Ümumiləşdirən söz, baxaq görək nə söz idi orada. Şahidlər, mülk sahibi və alıcılar bir yerdə yığışıb binaya qiymət qoyurlar. Nə qoya bilərik? Şahidlər, mülk sahibi və alıcılar hamı bir yerə yığışıb binaya qiymət qoyurlar. Nə sözü qoya bilərik? Hamı. Hamısı. Və ya bu sözü qoya bilərik. Hamı bir yerə yığışır. Sonra növbəti sual nədir? Növbəti sualımız. Verilmiş izahlardan mətndə nömrələnmiş hansı sözlərə aiddir? Mətndə nömrələnmiş bir mülk əşyanın ən çox pul verən şəxsə verilməsi üçün açıq satışa çıxarılması, əşyaya çox pul verən şəxsə verilməsi üçün açıq satışa çıxarılması. Burada görmüşdük, baxın, hərrac sözü görmüşdük. Yuxarıda görmüşdük biz. Hərrac sözü, təbii ki, bu hərrac sözüdür. Birinciyə gəlir. Hərrac. Çıxarılması. Bu hərracdır. Sonra demək, əmək haqqının gün hesabı ilə ödənilməsi. Əmək haqqının gün hesabı ilə ödənilməsi. Günəmuzd. Günəmuzd sözüdür.
Günəmuz sözüdür. Daha sonra bazar qiyməti müəyyən olunmuş qiymət. Bir də qaldı hansı sözümüz? Birinə məxsus torpaq sahəsi daşınmaz əmlak. Deməli, növbəti hansı sözlərimiz var? Günəmuz idi, hərrac idi. Məzənnə. Məzənnə nədir? Hansına gedəcək? Məzənnə gedəcək deməli. Müəyyən olunmuş qiymət, bazar qiyməti ilə müəyyən olunmuş qiymət, məzənnə. Pul məzənnəsi hər gün dəyişən qiymətlər. Birinə məxsus torpaq sahəsi daşınmaz əmlak. Bu da gedəcək. Görək nə verib burada. Görürsünüz digər sözüm. Bilmədim, amma əslində mülk sözü olmalıdır. Qoyun görək burada necə verilibdir. Baxın, mülkünün sözü var burada. Mülk sözü olacaq. Amma digər kursorla yazılmış sözü tapa bilmirəm. Mülk sözüdür bu, mülk sözü. Yəni siz baxarsınız, özünüz hardadır o söz. Buna vaxt itirmək istəmirəm. Məzənnəni tapdıq. Baxın, mülk sahibinə mülk sözüdür. Buradakı mülk sözü olacaq. Mülk görürsünüz bir neçə yerdə verilib, amma mülk sözünü belə kursorla tapa bilmirəm. Hardasa verilibdir. Yaxşı. Qeyd edirik axırıncıya da mülk sözünü. Məxsus torpaq sahəsi daşınmaz əmlak mülk. Bu da oldu mülk sözümüz. Yaxşı. Bina və maya sözlərinin konkret kontekstə uyğun mənalarını izah edin və cümlədə fərqli mənada işlədin. Bina sözü burada iki mənada işlənibdir. Baxın, bir deyir ki, deyir buradakı dostluğun binasını qoyur. Dostluğun binasını qoyur. Dostluğun binası nədir? Yəni oxuyanda sizə dedim, dostluğun əsasını qoyur. Düzdürmü? Dostluğun əsasını. Necə deyə bilərik? Deyir, cümlədə işlədin, özünüz işlədin. Biz də işlədə bilərik ki, məsələn, özünüz də qura bilərsiniz də belə bir cümlələr ki, mən məsələn Nərgizlə dostluğumun əsasını qoydum, dostluğumun binasını qoydum. Bizim dostluğumuzun binası uşaq bağçasından başlayır. Biz məsələn dostluğumuzun binası uşaq bağçasından başlayır, artıq yenə məktəbdə oxuyursunuz da, balacalıqdan başlayır. Anamla rəfiqəsinin dostluğunun binası onların deməli uşaq bağçasından başlayır, ya məhəllədə olan, eyni məhəllədə yaşamalarından başlayır. Bu şəkildə yəni cümlələr qura bilərik. Bina sözü bir də işlənir, bina sözü. Görək burada varmı? Deməli, bir də bina sözü işlənir, yəni bina mənasında. Baxın, bir yerə yığışıb binaya qiymət qoyurlar. Binaya, yəni evimizin yanında təzə bir bina tikildi. Təzə tikilən binadakı səs-küy bizi narahat edirdi. Bu şəkildə. Daha sonra maya sözüdür. Maya sözünə baxağın. Maya sözü. Baxın, deyir, əlinə yaxşı bir maya yığır. Əlinə yaxşı bir maya yığır. Maya nədir? Yəni pul yığır əlinə ki, bir ev almaq üçün, bir nəsə mülk almaq üçün, torpaq almaq üçün, maşın almaq üçün əlinə bir maya yığır. Burada da ev almaq üçün əlinə bir maya yığır. Deməli, maya bu mənada, yəni zəhmət mənasında. Atam bu evimizi almaqdan ötürü 5 il çalışıb əlinə maya yığdı. Məsələn, bu şəkildə bunu deyə bilərik. Sonra anamın yeni kurs açması üçün və yaxud anam yeni bir butik açmaq üçün maya topladı. Sonra bu şəkildə cümlələr qura bilərik də. Müəyyən bir təhsil almaq üçün
özümün deməli maya dəyəri, maya toplamışam. Əlimdə bir maya toplamışam və yaxud bir malın maya dəyəri bu qiymətədir. Hər hansı məsələn bir gödəkçənin maya dəyəri bu qiymətədir. Yəni onun pulu nəzərdə tutulur. Belə bir şəkildə cümlələr qurursunuz. Bir də maya nə mənada işlənir? Maya xəmir yoğuranda ona vurulan maya olur. Ona indi dilimizdə təbii ki maya sözünü az işlədirik. Droj mənasında işlənir. Droj deyirlər. Yəni maya, xamıra vurulan maya, deyir ki, anam mayanı islatdı, maya ilə xamırı yoğurdu, xamır acıdı. Bu şəkildə anam mayanı xamıra vurdu, anam mayalı xamır yoğurdu. Bu şəkildə cümlələr qura bilərik. Daha sonra keçirik növbəti cümləmizə. Növbəti sualımıza, mətndə məcazi mənada işlənmiş sözləri seçin və seçiminizi əsaslandırın. Həmin sözlərin qarşılığını tapmağa çalışın. Mətndə təbii ki, məcazi mənalı sözlər. Qoyun baxaq, görək. Məşəddə deyir, bu qədər pul olsun. Sonra... Baxın, dostluğun binasını qoydu deyəndə, yəni dostluğa gətirib bina qoymur ki, düzdür, dostluğun əsasını qoyur da. Yəni o mənada, burada məcazi mənada kimsəsiz uşağa maddi cəhətdən kömək edib. Oğluna məşə çıxmacağına görə məşədi İbrahim burada da yoxdur. Sonra imarət dikdirdi, yurduna, oğlunun yurduna qayıtmaq istəyən. Azdır, yəni sözlər burada. Amma yenə var, Hüseybi yanına çağırıb deyir, gölün arasından götür gəl. Sonra mülkünü almaq üçün müştəri düşür. Müştəri düşür, müştəri düşmür. Müştəri yəni gəlib çıxır da. Müştəri göydən tullanıb düşmür ki, düzdür. Müştəri düşür, məcazi mənada verilmişdi burada da. Sonra əlinə maya salırın özü. Deməli, əlinə maya salır. Bir yerdə götürsə, yaxşı sözünü silin, əlinə maya salır. Yəni, əlinə mayanı salmır ki, bunun özü də deməli, məcazi mənada işlənmişdi. Hərraca qoyurun özü də məcazi mənada işlənmişdi. Hərraca qoymur da, hərraca yəni çıxarır mənasında işlənməli idi. Sonra bu kimi sözləri, yəni başını bulayır, ev sahibi başını bulayır, başını bulamır da, yəni başını həqiqətən aparıb bulaşıq bir şeyin içine salıb başını bulamır ki, düzdür. Başını bulayır, yəni o yan bu yan başını tərpədir da, yəni o mənanı verir. Sonra bu şəkildə, yəni bu sözləri götürürsünüz, bunları işlədirsiniz məcazi mənalı sözlərdə. Daha sonra qarşılığında demək olar, dedim də, yəni başını bulamır ki, yəni başını tərpətmək mənasındadır. Qarşılıqlarını da istifadə etdik. Mətndən aşağıdakı sxemlərə uyğun söz birləşmələri seçib yazın. Yəni say üstə gələn isim olmalıdır. Baxaq görək, burada var idi məsələn 500 qızıl, 300 qızıl, düzdür. Var idi orada deməli. 500 qızıl var idi. Bunu götürə bilərik. $500 qızıl. Birinciyə gedəcək. Sifət isim olsun deyir. Sifət isim. Baxın, marifpərvər Məşədi İbrahim. Necə marifpərvər? Bunu işlədə bilərik sifətlə, isim yerinə. Zərf isim olsun deyir. Zərflə isim. Zərflə isim olanı istəyir bizdən. Zərflə isim olana deyə bilərik ki, sonra baxın, ağır zəhməti sifətlə isimə də işlədə bilərik. Ağır zəhmət sifətlə isimə də işlədə bilərik. Sonra görən Məşədi İbrahim, bunu nəyə işlədə bilərik? Bir-bir işdə tapdıqca göstərim sizə. Feili sifətlə isimə işlədə bilərik. Görən Məşədi İbrahim, işləyən Məmməd, Məhəmməd.
Bunu götürə bilərik. Sonra qızılları görən İsrafili işlədə bilərik feili sifətə. Deməli, zərflə isim lazımdır bizə. Kimsəsiz uşağa bir neçə kasıb. Bir neçə kasıb sayla sifətdir bu. Sonra maddi cəhətdən kömək edib yanıb yaxılırmış. Kimsəsizləri oxutmaqla təsəlli tapır. Bu görəyin isimlə zərf isimlikdə həm zərf isim. Ana gönün arasından sonra əvvəlcə İsrafil. Baxın, əvvəlcə İsrafil yazırıq bura. Zərf isim, əvvəlcə nə vaxt. Sonra əvvəlcə İsrafil zərf isimdir. Əvəzlik isim var idi burada. Öz dövrü var idi. Onu yazırsınız. Öz dövrü. Sonra isim isimədəki, baxın isim isimədə nəyə götürə bilərik? Dostluğun binasını. Dostluğun binası. Bunu götürə bilərik. Bu da isim isim. Bildiniz? Yəqin ki bildiniz. Axtarsaz çox çıxacaq. Axtarın özünüzdən. Çox maraqlı tapşırıqdır. O tapşırıqlar, el tapşırıqlar üzərində çox işləyin. Sonra mətndə göyrəkdə verilən söz birləşmələrini aşağıdakı kimi qruplaşdıracağıq. Əsas tərəfi adlarla ifadə olunsun. Əsas tərəfi feilin təsriflənməyən formaları, feilin təsriflənməyən formaları yəqin ki yadınızdadır. Deməli, məsdər, feili sifət və feili bağlamadır ki, onlarla ifadə olunanları istəyir. Əsas tərəfi adlarla olanlara baxaq. Adlarla olanlar əsas tərəfi göyrəkdə. Əsrimizin əvvəllərində bax belə xətti çəkirsiniz, adlarla olanlardır. Bu da ki, deməli, bu adlarla olanlardır. Bu da təsriflənməyən feillərlə olanlardır. Əsrimizin əvvəllərində gedəcək bura, bax görürsünüz, əsrimizin əvvəllərində bu gedir adlarla olanlara. Sonra əzəmətli mülk. Adlarla olanlara əzəmətli. Necə sifətdir? Mülk nədir? İsimdir. Əzəmətli mülk. Sifət isim istəyir daha bizdən bir ona da götürə bilərsiniz bunu. Əzəmətli mülk bura gedəcək. Daha sonra mülk sahibi sustuğunu görən, mülk sahibinin sustuğunu görən gedəcək bu hissiyə, mülk sahibinin sustuğunu görən, baxın, sustuğunu görən feili sifət birləşməsidir. Ona görə də gedir bura feili sifət tərkibidir. Daha sonra nə var burada? Qazaxa köçürüləndə fikir verirsiniz. Qazaxa köçürüləndə deməli feili bağlamadır. Ona görə də qazaxa köçürüləndə feili bağlama tərkibidir. Ona görə gedəcək təsriflənməyən feillər sırasına. Təsriflənməyən feillər sırasına, bu da adlarına gəlir bura. Daha sonra baxın, gəlir bura. Daha sonra qoriyə aparıb, görürsünüz, ıbdır. Qoriyə aparıb, feili bağlama şəkilçisi. Gəlir təsriflənməyə. Sonra ilk dəfə görüşüb tanış olduğu, yenə gəlir təsriflənməyən olduğu üçün. Gəlir deməli, təsriflənməyən feillər birləşməsində kimsəsizləri oxutmaqla, maqla məsdər şəkilçisi var. O da gəlir. Yəni, hamısı bura. Deməli, yuxarıdan başlığa gedənlər hansı? Əzəmətli mülkdür, əsrimizin əvvəllərindədir. Sonra, bu nə idi? Ağanın və mülk sahibinin sustuğunu görən. Deməli, 2 dənə bunlar gedir də. İkisi gedir, 2 dənə başdakı birləşmələr gedir bu hissiyə. Qalanlar hamısı gedəcək bura. Vəssalam, 20-ci tapşırıq, 20-ci səhifəni də bitirdik, 18-i də, 19-u da. Bu qədər, ümidvaram ki, başa düşdünüz. Neçə gündür mənlə dalbadal istəyən bir istəyicim var. Zulya adı altında
Demək olar məndən adaşdı. Neçə günlərdir istəyir bu dərsi. İnanın ki, xəstə olduğum üçün çəkib çatdıra bilmirdim. Əgər gecikmişəmsə, sizə çatdıra bilməmişəmsə bu dərsi üzürlü hesab eləyin. Hər bir izləyicilərimə eyni dəyəri qoyuram, eyni istəyi qoyuram. Bu günlərim çəkdim, hazırladım. Bu qədər. Növbəti istəkləriniz varsa, yəni kanalda yaza bilərsiniz. Hər bir istəyinizə hörmətlə yanaşıram və istəklərinizi vaxtında yetirməyə çalışıram. Bu qədər. Sağ olun. Videonu bəyəndinizsə bəyənməyi, paylaşmağı yaddan çıxarmayın.